Mən sadəcə uşaq evinə gəlsəm, siz məni vurasınızlar, döyəsizlər. O üçün mən sizə qalmaq istəmirəm. Haqqımı tələb edirəm mən. Düşün, məsələn, axşam gedəcəm ora, mənə döyəcəklər. Mən uşaqlara deyəcəklər, bunu mən döyəcəklər. Sən tanıyansan məni. Bir də mən şunkana ət qoydun, ət apardın, görməyən krokda. Mən sən dedim, hara aparırsınız, bu nədir, konvertli nədir, yes, bizə tətilmiş. Dedim onu, gördüm ki, ət var içində. Yadınıza gəlir, bizə çörək gətirmişlər. Hər gün siz bizə səhər yeməyində quru çörək verirsiniz. Təp-təzə çörəklər gətirirlər kamaslanmasınlar, təp-təzə. Hər gün yeməyə quru çörək yeyirik. Boğazımız ağrıyır yeməkdən. Boğazımız yanır, boğazımız qıcırlanır. Nə qədər olar? Elə bilirsiniz, mən gələcəm, siz məni çırparsınız təzədən. Yox, siz mənə də görərsiniz. Təkcə mən deyirəm, sizin uşaqlar çəyirsinlər, soğursunlar bu da. Soğursunlar eləsinlər, hamısı olur. Uşaqlara məsələn, indi siz orada öyrədirsək, nə bilim, bu dinən sən canlaram, nə bilim, balam, bu dinən sən soğursuyla, uşaqların basını yeyirsək, uşaqlar əlbəttə deyəcək. İndi siz uşaq nüfus qədər tanıb uşaqlara yanına çağırırsa, cidsiz olsa, deyəcək, olub hamısı.